Mərkəzi Gömrük Hospitalında xəstəxana daxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yanaşmaları mövzusunda ekspertlərin zirvə görüşü keçirilib. Tədbirə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi əməkdar həkim Ceyhun Məmmədov xəstəxana daxili infeksiyaların idarə olunması mövzusunun əhəmiyyətindən danışıb. O bildirib ki, pandemiya dövründə Mərkəzi Gömrük Hospitalında COVID-19 xəstələrinə fasiləsiz tibbi xidmət göstərilib. Tibbi avadanlıqların dezinfeksiyası, ətraf mühitin təmizliyinin qorunması və infeksiya nəzarətinin sistemli şəkildə aparılması, eləcə də laboratoriyaların verdiyi dəqiq diaqnostikalar və effektiv nəzarət tədbirləri xəstəxana daxilində yoluxmanın qarşısının alınmasında mühüm rol oynayır. Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi əməkdar həkim Rəşad Mahmudov səhiyyə sahəsində qarşıya çıxan problemlərin təkcə elmi müstəvidə deyil, eyni zamanda praktiki müstəvidə də yanaşma tələb etdiyini diqqət çəkib. Tibbin əsas məqsədi insan həyatının qorunmasıdır və bu məqsədə nail olmaq üçün nəzəri biliklər mütləq şəkildə praktikada tətbiq olunmalıdır. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Xəstəliklərlə Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova vurğulayıb ki, tədbirdə müzakirə edilən məsələlər yalnız nəzəri çərçivədə qalmamalı, real praktikada da tətbiq olunmalıdır. Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyinin Tibbi Xidmətlərin İnkişaf Departamentinin rəhbəri Yaqut Qarayeva təbib tərəfindən 2020-ci ildən etibarən xəstəxanalarda infeksiyona nəzarət komitələrinin yaradıldığına diqqət çəkib. Hər il minlərlə insan sadə profilaktik tədbirlərə əməl edilmədiyi üçün xəstəxana şəraitində infeksiyalara yoluxur. Bu infeksiyalar bəzən ölüm, bəzən isə ciddi fəsadlarla nəticələnir. Ancaq qeyd etməliyik ki, bunun qarşısının alınması mümkün olan bir problemdir. Əsas gigiyena qaydalarına və dezinfeksiya prosedurlarına düzgün əməl etməklə bu infeksiyaların böyük hissəsinin qarşısını almaq mümkündür. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmail Əfəndiyev isə bildirib ki, xəstəxanalarda infeksiyaya nəzarətdə xüsusilə laboratoriyaların rolu önəmlidir. Bugünkü tədbir həm ölkəmiz, həmçinin də dünya üçün çox aktual olan xəstəxana daxili infeksiyaların probleminə həsr olunub və burada bugün ölkəmizdə həyata keçirilən tibbi islahatlar və bu islahatlardan doğan hədəflərə çatmaq üçün qarşımızda duran maneələrin qarşısını almaq üçün görüləcək işlər müzakirə olunur. Bildiyiniz kimi icbari tibbi sığortanın istifadəsi ilə birlikdə ölkəmizdə geniş bir şəkildə artıq ən yüksək texnoloji prosedurlar tətbiq olunur. Amma bu prosedurlar tətbiq olunarkən uyğunsuz antibiotik istifadəsinin, doğru olmayan yanaşmalar nəticəsində əfsuslar olsun ki, xəstəxana daxili infeksiyalar bütün sərf olunan maliyyə resurslarına baxmayaraq nəticə alınmaması ilə nəticələnir. Bugün dünya, Avropanın aparıcı ölkələrində bu problemdən uzun illərdir qarşı-qarşıyadılar və düşünürük ki, bu şəkildə təşkil olunmuş multidisipliner yanaşmalarla həyata keçirilən ölkəmizin fərqli tibb qurumlarının aparıcı mütəxəssislərinin bir araya gəldiyi belə toplantılar bundan sonraki Cənab Prezident tərəfindən də qarşımıza qoyulan səhiyyə islahatlarının ən yüksək səviyyədə həyata keçirilməsi üçün bizə yeni imkanlar yaradacaq. Bugünkü tədbirimiz Mərkəzi Gömrük Hospitalda çox aktual bir mövzuya həsr olunubdur. Bu mövzu hal-hazırda dünyada hər il daha aktual olan bir məsələdir. Xəstəxana daxili infeksiyalar və artan antibiotika rezistentlik hal-hazırda bütün dünyada həkimlər həmin problemlə uzlaşırlar. Bildiyiniz kimi Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospital COVID zamanı 22 ay bir pandemik xəstəxana kimi işlədi və burada çox gözəl o sahədə təcrübə yığıldı və bugünkü tədbirin də əsas məqsədi bizim hospitalda yığılan o sahədə təcrübəni bölüşmək, Respublikanın aparıcı ekspertlər, mütəxəssislər, Tibb Universitetinin, Təbibin, Səhiyyə Nazirliyinin aparıcı mütəxəssislər bugünkü tədbirdə iştirak edəcəklər və həmin mövzu üzərində deməli aktual prezentasiyalar, təqdimatlar və ondan sonra müzakirələr gözlənilir. Bugün bizim hospitalımızda xəstəxana daxili infeksiyaların idarə olunması mövzusunda ekspertlərin zirvə görüşü keçiriləcək. Mənim mövzum naməlum etiologiyalı infeksion prosesində molekulyar genetik və immunoseroloji müayinələrin üstünlüyüdür. Mən qeyd etmək istərdim ki, hal-hazırda dünyada həkim tərəfindən diaqnozun idarə olunması 60-70% məhz aparılan laborator diaqnostik müayinələrdən asılıdır. Və əgər bugün hər hansı bir pasiyent həkimdən randevu götürübsə, o bilməlidir ki, onun müayinəsi təkcə instrumental fiziki müayinədən asılı olmayacaq. Müəyyən bir laborator
müayinələrin aparılması nəzərdə tutulub. Bugünkü tədbir çox önəmli bir tədbirdir. Çünki xəstəxana daxili infeksiyalar hal-hazırda bütün dünyada səhiyyə xidmətlərinin, yəni xərclərini artıran, xəstələrin xəstəxanalarda yatış günlərini uzadan problemlərdən biridir və çox xoşagələn bir haldır ki, bizim ölkəmizdə də artıq bu problem haqqında danışılmağa başlanılıb. Bu problem bu şəkildə multisektoral biz deyə bilərik. Çünki burada hal-hazırda bir çox dövlət qurumlarının nümayəndələri, özəl sektorun da nümayəndələri vardır və onlar hamısı bir yerdə bu məsələni müzakirə etmək üçün toplanıblar. Bizdə təbib yarandan ilk gündən infeksion nəzarət sisteminin qurulması məhz xəstəxanalarda səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların və ya başqa sözlə desək, xəstəxana daxili infeksiyaların yayılmasına qarşı görülən tədbirlərin, yəni məqsədi ilə yaradılmışdı və bununla əlaqəli olaraq ən vacib tədbir infeksion nəzarət sisteminin xəstəxanalarda qurulmasıdır. Xəstəxanalarda istifadə olunan alət və bütün tibbi ləvazimatların düzgün dezinfeksiyasının, sterilizasiyasının təşkil olunmasıdır. Xəstəxanalarda aseptika qaydalarına riayət olunması, fərdi qoruyucu vasitələrin yetəri qədər və düzgün istifadəsi bir çox istiqamətlərdə əlbəttə bu çox geniş bir mövzudur və yenə deyirəm, ən xoşa gələn hadisə odur ki, biz artıq hamımız bir yerdə yığılıb bu məsələləri müzakirə edirik. Ben de uzun yıllardır Azerbaycan'da çalışıyorum. Bugün önemli bir gün çünkü giderek gittikçe önem arz eden bir enfeksiyonlar grubu var. Her şeyde olduğu gibi Merkezi Gümrük Hospitalı burada da öncü ve sahip olduğu el tetkik merkeziyle çok işlere başardı. Bugün de bize aracılık etmiş oldu. Azerbaycan tıbbı inanılmaz derecede hızlı bir şekilde gelişiyor, inkişaf ediyor. Biz de burada bugün geldik, Türkiye'deki tecrübelerimizi paylaşacağız. Azerbaycan'da neler yapılabilir, onları beraber müzakere edeceğiz. Sonda iştirakçılar tədbirin önəmli töhfələrini verəcəyini əminliklə ifadə edib, belə tədbirlərin mütəmadi keçirilməsinin zərurətini vurğulayıblar.